Salam əziz dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Əziz qoçlar, siz çox zaman qoçlar atılganlığınızla, yəni addım ataraq, qorxmaz, risk alan, amma hərəkət etmədən əvvəlcə hiss edin, sonra yön vermədən öncə düşünün, sonra irəli gedib qərarlar verin əzizlərim. Tələsməyin, biraz tələskənlik var. Çünki gerçək liderlik tələskənlik deyil əzizim. Zehninlə birlikdə hərəkət edə bilməkdir sizlər üçün. Sanki sevgi həyatınızda sınaq başlayır. Ürəyinizdə tutduğunuz nə varsa çalışın bu həftə söyləyin. Amma bağıraraq deyil. Sevgi ilə partnyorun aranda, yəni sevdiyin insanla və həyat yoldaşının aranda çözülməsi gərək məsələlər varsa bastırmaq yerinə açıqca danışmaq işlərinizi çözə bilər əzizim. Tək olan qoçlar, etiraf, tanışlıq ola biləcək. Fikirləşəcəksən, duyğuların qarşılıqlı mı, yoxsa anlıq bir həyəcan mı var içimdə? Yəni çalışın iç səsinizə qulaq vermədən, yəni qulaq verərək sonra qərar verin. İç səsinə qulaq asın, sonra qərar verin. İş həyatınızda səbirli olun, çalışın. Sizin iş həyatında səbirli olmağınız bir rəhbərin olacağı kimidir. Layihələrinizdə irəliyə doğru yavaş-yavaş addım ataraq fikir ayrılıqları da bir yaşana bilər əzizim. Çalışın ki, təməlinizi sağlam qurun, geri çəkilmə, iç səsinə qulaq as. Sizi qərarla gələcəyə doğru bir sıçrama nöqtəsinə yaşada bilər. Yəni, özünüzlə üzləşməyən fikirləşirsiniz ki, savaşı qazana bilməz. Özünüzə aid olan məsələlərlə biraz qarşı-qarşıya gələ bilərsiniz, negativlər ola bilər, dualara bağlanırsınız, özünüzü dəyişmək istəyəcəksiniz, dəyərli şeylərlə məşğul olacaqsınız. Bax, sizdən saxlanan sirlər ortaya çıxa bilər. Hər çətinliyin ötəsindən gəlirsiniz. Sizinlə ilgili maraqlananlar var sizlə. Qısqananları geridə qoyacaqsınız. Çünki sizin özünüzün qoruyucusu var. Yəni, layihədən də, anadan olanlar da sizin bir qoruyucunuz olub əzizim. Bəzinizdə öz qoruyucu yazdırmışsınız neysə. Çalışın özünüzə inanın, güvənin. Özünüzlə çox düşünməkdən yorula bilərsiniz. Sağlamlığınızla əlaqəli biraz üzüntü, bel, sinə ağrıları, baş ağrıları, boyun, qulaq ağrıları ola bilər. Ata bəzinizdə, hamıda deyil əzizlərim, bəzinizdə ata-babadan gələn bir karma, lənətli neysə bir şey var üzərinizdə. Çünki çox çətinliklə keçir işləriniz. Elə bir iki dağın arasından sıxıla-sıxıla bir işin dalınca gedirsiniz, güclə o işiniz alınır. Elə bir deyərdim ki, üzərinizdə keçmiş var, keçmiş sizi izləyir. Çalışın karmadan təmizlənin əzizlərim. Bəzinizdə artıq yorulmuşsunuz. Bəlkə də səhvsiz insan yoxdur. Hər kəs səhv eləyə bilər. Bəlkə də hansısa bir səhvinə görəsə tövbə etməli olacaqsınız. Ondan sonra, tövbədən sonra heç insan səhv də etməsə tövbə etmək çox yaxşı bir şeydir. Yəni ondan sonra bir huzur tapacaqsınız. Dostluqlarınızla, sevdiklərinizlə onları görərək güclənəcəksiniz. Həm özünüzə, həm də başqalarına işıq verəcəksiniz. Bu həftə gördüyünüz yuxular gerçəkləşə bilər, gerçək yuxular ola bilər. Yuxularınıza da diqqət edin. Maddiyyatla əlaqəli çalışın, yəni diqqətli, bir də bəzən səbirsiz olursunuz. Özünüzə aid olan, bax, təmiz daşı, talisman kimi sizə aid olan, Qoç bürcünə aid olan daşlardan talisman kimi üzərinizdə gəzdirsə sizin xeyrinizə ola bilər. Küsənlər arasında bir barışıq ola biləcək. İstədiyin birilərlə, bax, dil tapacaqsınız. Keçmişdən gələn birilərinə o şans verməyinizi istəyə biləcək, amma sizdən asılı ola biləcək. Mən deyərdim, şans verməyin. Ya dost olsun, ya sevgi olsun. Yəni, üzüldüyünüz məsələlər ki olmuş, təkrarən yenə canlana bilər. Diqqət edin, yarım qalan işinizi həll edirsiniz, şanslı fürsətləriniz gələ biləcək. Biriləri, bax, təksinizsə həyatda, biriləri sizi tanış edə bilər.
Düzdür, deyir, kimsə vəsilə edə bilər, amma Allah istəyərsə bu yol açıla bilər əzizim. Olumlu, olumsuz məsələlərin təsirində qala bilərsiniz. Başarığınıza yavaş-yavaş başarıq qatacaqsınız. İçinizə isinməyən bəzi məsələlər, bəzi şeylər var ki, onu dəyişəcəksiniz. Biriləri dost üzündən həyatını, ailəsini yıxdı, öz yuvasını yıxdı. Dolduruşa mı gəldi? A hərfinlə Y hərfinin, yəni bunlardan biri sizə dəstək ola bilər. Sizə uymayan bəzi məsələləri qaldıra bilmirsiniz. Birilərindən əlinizə maddiyyat gələ biləcək. 4-5 gün içində bir müjdəli xəbər ola bilər. 3 nəfər ortada bir araya gələcəksiniz. Sıxıntılarınızı həll edəcəksiniz. Bir 10-15 gündən sonra bir ödəməniz var, ödəmənizi edə biləcəksiniz. İş dəyişimi ola bilər, sıxıntılı, faydasız insanlardan uzaq olacaqsınız. Haqq etdiyin həyatı yaşamaq istəyirsiniz. Bir sənətdir, ya çıxarış sənətidir evin, ya bir sənət də əlinizə gəlir. Bir yerdən də dəstək alacaqsınız. Uzun yola getmək istəyirsiniz. Bəlkə də gəzməyə, səyahətə getmək istəyirsiniz. Sizi xəyal qırıqlığına uğradanlar da var ətrafınızda. Üzünüzə baxa bilməyənlər də var. Birini əlindən tutub əl-ələ verib, qol-qola verib önəmli məsələlər danışacaqsınız. Bir qadından bir kinlilik, bir inadlıq görə bilərsiniz. Biraz partnyorunla mı deyim, ailə içində bir durğunluq, bunlar hamısı yavaş-yavaş keçib gedəcək. Əzizim, muradınıza çatacaqsınız. Bax, sosial həyatınızda heç rahat ola bilmədiniz bəziləriniz. Bir yerə getmək istəyirsiniz, gedə bilmirsiniz, alınmır. Keçmişdən bugünə qədər çox həyatında dəyər verdiyin insandan xəyanət mi gördün və ya xəyanət görə bilərsiniz, diqqət edin. Bəlkə də sizi yerlə bir yeksan etmiş olan bir insandır. Düzdür, sizinlə danışmaq istəyə bilər, bəlkə də danışır, amma bağışlaya bilmirsiniz. Öz bildiyinizi edəcəksiniz, dedikodulara artıq girməyəcəksiniz. Duyğularınızı kontrol şəkildə ələ alacaqsınız. Yəni, sizin yıxılmağınızı istəyənlər var. Siz yıxılmadıqca təəccüb edirlər. Necə olur ki, bu yıxılmır? Bu da çox insanı yandırır. Artıq bilirsiniz, ətrafınıza baxacaqsınız ki, kim yıxılır, yıxılsın. Yəni, kimin nə işi var, öz işinə məşğul olsun. Artıq mən öz işlərimlə məşğul olacağam. Kim necə olursa olsun. Qazanan yenə siz olacaqsınız. Mücadilələr çox etdiniz. İlahi ədalət sizinəndir. Rəsmi işlərinizi yavaş-yavaş edəcəksiniz. Qohumlar arasında birinin öz başına gedib ailə qurmağıdırmı? Yəni, eşidib biraz qohum haqqında təəccüb edəcəksiniz. Partnyorunuz varsa da ona çox qısqanırsınız və ya həyat yoldaşına çox qısqanırsınız. O qısqanclığı kənara qoyun əzizim. Maddiyyat qapıları açılır, sıxıntılarınız gedir. Sevgi həyatınızda bərəkətli, ruzu bərəkətiniz də gəlir. Sevilib seviləcəksiniz, aydınlıq, fərəhlik gəlir sizə. Bir qadın düşməniniz var. Özünüzü qoruyun, həsrətinizi çəkən, həsrət çəkənlər, hər işinizdə həsrət çəkənlər var siz üçün. Kəm gözlərdən qorunun, güclənəcəksiniz. Düzdür, heç nə edə bilməzlər, lakin yenə də qorunun, dəyişikliklərdən qaçmayacaqsınız. Biriləri öz təklifi ilə gələ biləcək sizə. Olumlu baxacaqsınız o təklifə. Çalışın, sağlamlığınıza baxın. Hamilə bax, biriləri öz sağlığına baxsın. Yəni, biraz ağır şey gördürməsin, əsəb keçirməsin. Biraz üzərində nəzər var, diqqətli olsun. Öz gələn şansınızı dəyərləndirəcəksiniz. Hər bir işdə dəqiq olacaqsınız həyatınızda. Artıq dəqiq olmaq da istəyirsiniz əzizim. Dəyişim, dönüşüm başlanğıcları ola bilər. İyun ayın 11-dən çıxdığına görə dedim əzizlərim, gözəl qapılar bəziniz açılacaq. Ayın 12-si də üzr istəyirəm, bax, yox, 11-dən bax, görürsünüz ki, 11-dən, yəni, qapılarınız, iyun ayının əzizim. İyun ayından qoçlar üçün gözəl qapılar açılacaq. Biraz ayın 12-sində çətinlikləriniz bəzilərinizin ola bilər. Çalışın 18 iyuna qədər
Biraz diqqətli olun. Bax, biraz fincana baxdım, çaşdım. Bax, 18-nə qədər biraz diqqətli olun. Sosial həyatınız rahatlıqla gedəcək. Bəzilərinizə 12-sindən maddiyyat ön planda ola biləcək. Bir bölgümü paylaşmam olandan sonra rahat olacaqsınız. Yavaş-yavaş bu mayın 26-sından sonra yollarınız açılır bəzilərinizin, yarım qalan işlərinizi tamamlayacaqsınız. Yeni fikirlər, qısa səyahətlər, artıq danışıqlar da olacaq, ona fikir verməyəcəksiniz. Yeni fikirlərə açıq olacaqsınız. Gizli sevgilər, heyran edənlər, bəzi alışqanlığı olanlar buraxaraq çox şey dəyişə biləcəklər. Önəmli şeylər danışacaqsınız. Sizdən başqa baxırsınız ki, dostum yoxmuş. Bax, hissiyatınız güclü ola biləcək bu həftə. Hərdən özünüzü tək hiss edirsiniz. Yəni sizi təklikdə buraxıb söz verib sözün üstündə durmayan insandan artıq yaxın gəlmək istəməyəcəksiniz. Birilərin sözü çox ürəyinizə dəymiş, çox yaralamış sizi. Bir dostunla ya rəfiqənlə barışa bilərsiniz. Yolunuz bir aydan sonra görmək istəmədiyin və ya bir ayın içində görmək istəmədiyin bəzi insanlar qarşınıza çıxa bilər. Əlindən gedən yaxşılığı edirsiniz. Yəni həyatda durmaq üçün, ayaq üstə durmaq üçün, yaşamaq üçün. Ona görə bax, gözəl liderlik qabiliyyətiniz də var. Gözəlliklə irəliyə doğru addım atacaqsınız. Gözəl gəlişmələriniz də ola biləcək. Sizi xoşbaxt etməyən bəzi insanlar oldu həyatınızda. O insanları düşünmək istəməyəcəksiniz artıq. Birilərini ağzını yoxlayırsınız. Bax, gözəl istədiyiniz bir yola gedəcəksiniz. Bax, üzük məsələsi. Görürsünüz, bax, bir üzük məsələsində söhbət dayanılacaq. Bəlkə də iki ailə bu üzük məsələsini danışacaq və ya iki sevən arasında olan narahatlığı ayırd edəcəksiniz. Sizi bölüşə bilməyən bəzi insanlar da var. Məhkəmə məsələlərindən inşallah bitməyə üzrədir bəzi məhkəmə işləriniz. Bəzilərinizdə də siz qazanacaqsınız. Əşyalar toplayırsınız, harasa köçürsünüzmü, harasa getmək istəyirsinizmi? Çox insanın gerçək yüzlərini görəcəksiniz. İtkiləriniz var. Bir kişinin dəstəyi ola biləcək. Həyatınızı silib elə bir yenidən başlamaq istəyəcəksiniz. Yeni başlanğıclar edəcəksiniz. Çünki içinizə atdığınız o qədər şeylər var ki, onları unutmaq istəyirsiniz. Bollu, bərəkətli günlərə gedirsiniz. Keçmişinizi yada salacaqsınız. Evmi satacaqsınız, çox tələsirsiniz, tələsməyin zamanı var. İki işi birdən götürüb, iki işi birdən işləmək istəyirsiniz, lakin əzilmişsiniz, yorulmuşsunuz. İşlə əlaqəli A, İ hərfi dəstək ola biləcək sizə. Nə etdiyini anlamaq istəyəcəksiniz. Qarşı tərəfin nə etdiyini anlamaq istəyəcəksiniz. Düzəninizi qurmağa çalışırsınız. Biriləri sizə maddiyyat pul yollaya biləcək 15-20 günə ola bilər. Bir kişi ortalıqda bir ayrılığı qəbul edə bilmir. Muradınıza yaxınsınız. Həyatınızda almaq istədiklərinizi alacaqsınız. Övladınla aranda sıxıntılar varsa da istəklərini gözünüzdən keçirin, göz önündən keçirin ki, yəni bu uşaq nə istəyir? Bəlkə də övladım haqlıdır, biraz sinirli olmayın və ya ailə problemlər varsa gözdən keçirin, bu həftə çalışın. Bax, əzizim, 26-sına qədər yer dəyişimi ola bilər, dəyişim, dönüşüm günləriniz ola bilər, inşaatla, təmir işlərlə məşğul ola bilərsiniz. Çalışın, bax, bu həftə dualara bağlanın. Böyük bir dəyişim ola bilər sizlər üçün. Kimlərlə yola çıxdığınıza fikir verin. Dostunla, çevrənlə, hamısına diqqət edin. Askıda olan hər bir işlərinizi həll edəcəksiniz. Keçmişdən gələn nələr varsa həyatınıza, yəni geri qəbul etməyin. Yəni sizin özünüz bilən məsləhətdir, əzizlərim. Amma geri qəbul etməyin. Çalışın Maun surəsini, bax, Qoç bürcündə olanlar, Maun surəsini 26-sına qədər dinləyin. Yəni çalışın ya oxuyun ya da ki dinləyin.
Bir şeyler çevirirsiniz, yazırsınız. Değer verdikləriniz qarşınızda, onun sayəsində, değer verdiklerinizin sayəsində siz elə bir ki, yavaş-yavaş qabağa doğru gedəcəksiniz. Qapılar açılır gözəl sizə. Bir addım önə çıxa bilirsiniz. Özünüzü göstərmə zamanı ola biləcək. Gözəl təklif gələcək. Gələn təklifi dəyərləndirin. Bir baxın nə təklifidir. Biraz ərin həyat yoldaşına qarşı düşüncələriniz dəyişə bilər. Yəni yanlış hiss etdiyini biləcəksiniz. Bir yol açığı, şans, fürsət qarşınıza gələcək. Biraz səbirli olun. Səbirli olduqca qazanan siz olacaqsınız, zəfər sizinlə ola biləcək. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.